İşləyən və vaxtı məhdud olan xanımlar üçün biskvit bişirmədən hazırladığım bu mozaik tort həm möhtəşəm dadı ilə, həm də estetik gözəlliyi ilə süfrənizin bəzəyi olacaq. Tortu hazırlayarkən öz fantaziyama uyğun əlavə etdiyim xüsusi ləzzətlər sayəsində bu tort sizin süfrənizin vazkeçilməz bir parçasına çevriləcək. İlk öncə bir bağlama südlü və bir bağlama kakaolu petibörü hissələrə ayırıb qaba yığırıq. Puding üçün 1 litr süd, 100 qram şəkər tozu, 80 qram nişasta və 60 qram kakao əlavə edib yaxşı qarışdırırıq. İnqrediyentlər tam həll olduqdan sonra ocağı yandırıb pudingimizi qarışdıra-qarışdıra bişiririk. Sonda bir paket vanil əlavə edib qarışdırırıq. 150 qram qovrulmuş arıxisi və qaynar halda pudingin 3/2 hissəsini peçenələrin üzərinə töküb yaxşı qarışdırırıq. Biskvit halqanı 25 sm diametrliyində genişlədib tort qabının üzərinə qoyuruq və kütləni içərisinə töküb hər tərəfinə yayırıq. Və qalan pudingi də üzərinə töküb hər tərəfinə yayırıq. Soyuducuya qoyub tam soyuyana qədər saxlayırıq. Şokoladlı sos üçün 1 stəkan yarım süd, 1 stəkan yarım su, 1 armudlu stəkan yarım şəkər tozu, 1 xörək qaşığı yarım un və 3 xörək qaşığı kakao əlavə edib tam həll olana qədər qarışdırırıq. Ocağı yandırıb əlimizi keçmədən qarışdıra-qarışdıra bişiririk. Hazır olduqdan sonra üzərinə 25 qram çərə yağı, 60 qram şokolad və 1 paket vanil əlavə edib tam qarışdırıb başqa bir qaba töküb üzərini bağlayıb soyumağa qoyuruq. 250 qram qaymağın üzərinə bir paket vanil əlavə edib qatılaşana qədər mikserlə çalırıq. Tortumuzun biskvit hissəsi artıq tam soyuyub və üzərinə qaymağı əlavə edib hər tərəfinə yayırıq. Artıq şokoladlı sosumuz da tam soyuyub və tortun hər tərəfinə yayırıq. Tort tam hazır olduqdan sonra 1 saat soyuducuda saxlamağınız daha yaxşıdır. Hazırlayan hər kəsə nuş olsun. Kanalıma abunə olmağı, like etməyi və yorum yazmağı unutmayın.